8-ci sinif suallarının izahı ilə davam edirik. Burada mətn sualımız da var. Deyir, mətni 3 abzasa bölsək, ikinci və üçüncü abzasın hansı cümlələrə başlayar? Deməli, biz burada birinci tayfalar haqqında məlumat Albaniyada, deməli, bu hissədən biz bölürük. Sonra mənbə, Strabonun mənbələri, Strabonun yazıları bu hissə və sonda da yenə hazırki vəziyyətdə Azərbaycanda Qafqaz dilli tayfaların yaşaması. Deməli 4-7 ikinci və üçüncü abzasın cümlələrinin başladığı cümlələr olar. Hansı cümlənin yerini dəyişsək məntiqi ardıcıllıq bərpa olunar. Deməli 2 ilə 3-dür, bəli. Türk dilli Qafqaz dilli tayfalardan ibarət idi. Bu tayfalar arasında albanlar çoxluq təşkil edirlər. Sonra 2. Albanlardan başqa da filan tayfalar yaşamışlar. Deməli 2 ilə 3. Hansı cümlələrdə sözün ilk hərfinin yazılmasına bağlı orfoqrafik səhvə yol verilib? Deməli, burada qədim Yunan böyük hərflə yox, kiçik hərflə yazılmalı idi. Burada da Xəzər dənizi, Alban dənizi də dəniz adı olduğu üçün A kiçik hərflə, böyük hərflə yazılmalı idi. Deməli, 4 və 5-də sözün ilk hərfinin deməli, sözün ilk hərfinin yanlış yazıldığını görürük. Hansı sözlərin yeri dəyişdirirsə cavab düzgün olar. Deməli, aidiyyət doğrudur, aidiyyət yanlışdır. Elə A-nın yeri dəyişdirilsə düzgün olar. Vərməşil yanlışdır, vermişil doğrudur. Ab-hava yanlışdır, ab-hava doğrudur. Səlqə-səhman yanlışdır, səlqə-səhman doğrudur. Mundar yanlışdır, murdar doğrudur. Hansı sözlərin tərkibinə görə təhlili ləngidillik sözü ilə eynidir? Deməli, ləng, ləngimək, ləngitmək, ləngidilmək, ləngidildik. 3 leksik, 2 qrammatik. Qaçırtdırmışlar. Qaç, qaçır, qaçırt, qaçırtdır, qaçırtdırmışlar. 3 leksik, 2 qrammatik doğrudur. Boyaqçılığın, boya, boyaq, boyaqçı, boyaqçılığın bir qrammatik var burada. Yelləncəklərimiz, yel, yellən, yellən, yelləncəklərimiz. 3 leksik, 2 qrammatik doğrudur. Yenilikçilərdəndir. Yeni, yenilik, yenilikçilərdəndir. 3 qrammatik oldu. Yanlış. Sıxlaşdırılmışdır. Sıx, sıxlaş, sıxlaşdır, sıxlaşdırılmışdır. 3 leksik, 2 qrammatik doğru. Tullanılıb. Tulla, tullan, tullanılıbdır. 2 leksik, 2 qrammatik yanlış. Deməli 1, 3, 5. E variantı bizim doğru variantımızdır. Cümlənin sintaktik təhlili ilə bağlı cümlə üzvlərinin ardıcıllığını müəyyən edin. Payız səhərinin şəffaf işığında Batabat gölünün möhtəşəm mənzərəsinə ilk dəfə diqqətlə baxanda mənim yaxın dostum Elşənin heyrətdən ağzı açıla qaldı. Deməli, Elşənin ağzı açıla qaldı bütövlükdə xəbər. Hansı Elşənin? Mənim yaxın dostum. Nə vaxt açıla qaldı? Payız səhərinin şəffaf işığında deməli, Batabat gölünün möhtəşəm mənzərəsinə ilk dəfə diqqətlə baxanda. Zərflik, təyin, xəbər. D variantı doğru cavabdır. Sifət isimləşərkən aşağıdakı xüsusiyyətlərdən hansıları daşıya bilməz? Sifət isimləşərkən hara sualına cavab verir? Bu yanlışdır. Kim nə sualına cavab verir? İsmi xəbər olur. İsmi xəbər ola bilir. İsimləşərkən də ola bilir. Yəni sifət olarkən də olur, isimləşərkən də ola bilir. Ümumi və xüsusi olmaq yalnız ismin özünə məxsus xüsusiyyətdir. Morfoloji təhlildə sifət olur. Bu da doğrudur. Yəni isimləşsə belə, yəni morfoloji təhlildə sifət hesab olunur. Mücərrəd və konkret olur. Bu da yalnız ismin özünə aid xüsusiyyətdir. 1, 3, 5. B variantı bizim doğru cavabımızdır. Hansı bənddəki cümlədən ilk söz çıxarılsa cümlə üzvlərinin sayında dəyişiklik baş verməz? İndi həqiqətən Sevdanın ona yazığı gəldi. İndi burada cümlə üzvüdür. Çıxarılsa dəyişiklik baş verər. Həyatın belə amansız oyunu artıq mürsəli yormuşdu. Həyatın
deməli, amansız oyunu bütövlükdə cümlə özüdür. Həyatın çıxarılsa, burada oyunu olacaq, sonra amansız, sonra belə. Yəni bunlar ayrı-ayrı təhlil olacaq. Cümlə üzvlərinin sayı artacaq. Müdirin dünənki hadisə barədə ağız dolusu danışmağı yenə burada bütövlükdə cümlədir, cümlə üzvüdür. Deməli, burada bu ismi birləşmədir, bütöv cümlə üzvüdür. Müdirin çıxarılsa, bu səfər də feili birləşmə olacaq. Yenə bütövlükdə cümlə üzvü olacaq. Dəyişiklik olmayacaq. Uşağın çiyələkli dondurması, deməli, əriyərək barmaqlarını üzə aşağı axırdı. Axırdı uşağın çiyələkli dondurması. Uşağın çıxarılsa dondurması, çiyələkli sifət artacaq cümlə üzvü. Yenə yer tutur, Sabirin satirik şeirləri, Sabirin çıxarılsa şeirləri, satirik şeirləri artacaq cümlə üzvü. Cavab C variantı. Fərqləndirilmiş sözlərin hansı nitq hissəsi olduğunu ardıcıllıqla göstərin. Belə oxusan, lazım olan malı toplaya bilməyəcəksən. Belə oxumaq, ümumiyyətlə belə burada əvəzlikdir. Belə sözləri gərək yadı yenə əvəzlikdir. Mən belə bəzən onu tanımaqda çətinlik çəkirəm. Mən belə burada ədatdır. Cavab C variantı. Şəxsə görə uzlaşmanın pozulduğu cümlə hansıdır? Ay işığında bərq vuran yarpaqlar sanki pıçıldaşırdı yarpaqlar. Burada şəxsə görə uzlaşma pozulmuyub. Bu evin sahibi mənəm, mən də nə edəcəyimi bilirəm. Mənəm bu evin deməli, evin sahibi üçüncü şəxsdir, mənəm birinci şəxsdir. Şəxsə görə uzlaşma pozulub. Hər ikisi dinməz söyləməz yola düşdü. Hər ikisi pozulmuyub. Ləpələr şıltaqlıqla atılıb düşür ləpələr. Yarğanın sarı torpağını yalayırdı. Yenə burada da pozulma yoxdur. Yoxdur burada da pozulma. Atlar qəfildən diksinib irəli atıldılar. Demək, atlar. Burada da pozulma yoxdur. Tarixçilərin tez-tez ifadə etdiyi kimi, keçmişi xatırlaya bilməyənlər onu təkrar etmək məcburiyyətində qalır. Yəni, keçmişi xatırlamaq üçün, keçmişi yaşatmaq üçün onu təkrar etmək, yəni ona qayıtmaq, onu xatırlamaq lazımdır. Burada da aşağıdakilərdən hansı cümlə ilə mənaca, hansı bu cümlə ilə mənaca daha yaxındır? Keçmişin mirası yalnız daim xatırlanmaqla, xatırladılmaqla canlı saxlanıla bilər. Yəni, keçmişdən qalanlar, keçmişdən gələnlər, keçmişin mirası olanlar, ancaq onlar daim xatırlanıldıqda canlı saxlanıla bilər. Onlar, çünki burada deyir ki, keçmişi xatırlaya bilməyənlər onu təkrar eləmək məcburiyyətindədir. Burada da deyir ki, keçmişi xatırlamaq üçün, keçmişin mirasını canlı saxlamaq üçün onu xatırlamaq, daim xatırlamaq lazımdır. Nümunənin morfoloji təhlili ilə bağlı yanlış fikirləri seçin. Bu sual da demək, elə 9-cu siniflərin olimpiada sualında düşmüşdü. Sualın izahına izahı ilə tanış olmaq üçün elə 9-cu siniflərin olimpiada suallarının izahına keçid eləyə bilərsiniz. Cavab isə 2, 3, 5 B variantı olacaqdır. Süleyman Sani Axundovun Nurəddin əsərinə əsasən verilmiş səbəb-nəticə münasibətinə görə uyğunsuzluğu müəyyən edin. Gülpəri qəyyum olmaq və var-dövlətə sahib çıxmaq istəyirdi. Hacı Nəsirin ölümündən sonra Nurəddinə mehriban davranmağa başladı. Düzdür. Nurəddin Cənnətəliyə kömək etmək istədi. Cənnətəli bağban oldu. Düzdür. Əmraslan Nurəddini öldürmək istədi. Nurəddin də bunu eşidib bəlinə meşəyə qaçdı. Düzdür. Rəhim Nurəddini oğulluğa götürmək istəyirdi. Rəhim Nurəddinə kömək etdi. Yanlışdır. O, Nurəddini faytonla vurduğuna görə onu kömək etdi. Oğulluğa götürmək istədiyinə görə yox. O, sonradan Nurəddini oğulluğa götürdü. Gülpəri Nurəddini döydü. Hacı Nəsir Gülpərini evdən qovmaq istədi. Düzdür. Bədii əsərdə insanın ictimai varlıq kimi təsvirinə aid deyil. Demək, ictimai varlıq kimi
bu təsvirinə aid deyil. Bu 6-cı sinif dərsində var idi. Şəxsiyyəti, davranışı, maraqları, işi, gündəlik fəaliyyəti onun ictimai varlıq kimi təsvirinə aiddir. O bədii əsərdə insanın ictimai varlıq kimi təsvirinə aid deyil, onun fiziki görünüşünün detallı təsviri. Deməli, mövzu baxımından aşağıdakı əsərlərdən biri fərqlidir. Vətən sevgisi, uşaq taleyi. Demək, sonuncu günlər vətən sevgisi düzdür, odlu qılınc vətən sevgisi düzdür, azad vətən sevgisi düzdür, vətəndaş vətən sevgisi düzdür, Azərbaycan vətən sevgisi düzdür. Uşaq taleyi 2 bala yanlışdır, təbiətə vurğunluq, təbiətə qayğı olmalıdır, qızıl gönçələr uşaq taleyi, dəvə uşaq taleyi, Mircəlalın baharı uşaq taleyidir, düzdür, Nurəddin uşaq taleyi düzdür. Aşağıdakı əsərlərdən demək, biri fərqlidir, bəli, cavab A variantıdır. Aşağıdakılardan biri 11-12-ci əsrlər Azərbaycan ədəbiyyatının intibah dövrü səciyyələnməsinə, intibah dövrü kimi səciyyələnməsinə əsas verən amilləri seçin. Aşağıdakılardan biri 11-12-ci əsrlər Azərbaycan ədəbiyyatının intibah dövrü kimi səciyyələnməsinə əsas verən amilləri seçin. Nəsə, elə bir şərtdə biraz uyğunsuzluq var, amma yəni intibah dövrünə aid xüsusiyyətlər deyir. Əsərlərin sadəcə hökmdar mətninə həsr olunması, bu təbii ki, yanlışdır. Hökmdar mətni deyil idi. Məhəbbət mövzusu var idi, həcivlər var idi, təbiət mövzusu var idi. Xalqın milli mədəni varlığının yüksək sənətkarlıqla təsviri doğrudur. Humanizm, ədalət, böyük sevgi kimi idealların və böyük sevgi kimi idealların geniş tərənnüm edilməsi doğrudur. Əsərlərin yalnız fars dilində yazılması bu yanlışdır. Ərəb dilində də yazılırdı. Hətta yeni dərslikdə biz görürük, ana dilində də yazılırdı. Epik mənzum ədəbiyyatın güclü inkişafı və mövzu genişliyi ilə doğrudur. Ədəbi fəaliyyətin sarayla məhdudlaşması xeyr. Sarayla yazmaya da Nizami Gəncəvi sarayda yaşamırdı. Belə amma onun ədəbiyyatı, onun yaradıcılığı geniş inkişaf etmişdi. 2-3-5 D variantı. Məhəmməd Füzulinin söz qəzəlində hansı beyt danışmaq gümüşdürsə, susmaq qızıldır deyiminə uyğun gələ bilər. Burada E variantına baxsaq, gəl çox istərsən Füzuli izzət-i naz et sözü, kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Yəni deyir, az danış ki, çünki çox danışdığına görə çox əzizi, hörmətli insanı hörmətdən salıb bu söz. Ona görə deyir, susmaq qızıldır da, az danış və yaxud mümkün qədər sözünü az et. Çingiz Aytmatovun dəniz kənarı ilə qaçan Alabaş əsəri ilə bağlı verilən hansı fikirlərin yeri dəyişdirilsə cədvəl düzgün olar. Dəniz kənarı ilə qaçan Alabaş əsərində Alabaş Kriskin itinin adı idi. Xeyr, orada buxtanın görünüş şəkli Alabaş kimi idi. Ona görə ona bənzədilirdi. Yanlış. Ağıl göydən sərişdə uşaqdan çörək gətirməyən oğul nəslə yükdür. Atalar sözləri işləyib düzdür. Qayıqda 3 ovçu və 1 oğlan var idi. Doğrudur. Nayman ana əsərin baş qəhrəmanı. Yanlışdır. Yanlış olması doğrudur. Bu Manqurt əsərindədir. Krisk ömründə birinci dəfə idi ki, peşəkar ovçularla əsl ova gedirdi. Bu doğrudur, yanlışın altında verildiyi üçün yanlışdır. Əsərdə bəhs edilən Niv kayakı maral və ya itlərə qoşulan xizəkli arabalardır. Sözsüz ki, yanlışdır, yanlışın altında verildiyi üçün doğrudur. Deməli, bir yanlışa 5 isə doğruya keçməlidir. Yəni 1-dən 5-in yeri dəyişdirilsə uyğunluq gözlənirlər. 2025-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hansı ədiblərimizin yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalanmışdı. Sözsüz ki, Bəxtiyar Vahabzadə 100 illiyinin keçirilməsi ilə bağlı və Seyid Əzim Şirvani səhv etmirəmsə 190 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalanmışdı. Cavab 3-4-B variantı. Dərzi şagird Əhməd nağılında Firəng padşahının 3-cü sualı Dərzi şagird Əhmədin Şah Abbasdan 1-ci istəyi nə idi? Deməli, Firəng padşahının 3-cü sualı almaları idi. Almaların bu ilki bildir ki, keçən ilki olması. Deməli, oğlan qız deyil.
almalardır, atlar deyil. Atlar deyil. Deməli B, D arasında qaldıq. Əhmədin Şah Abbasdan birinci istəyi Pəri xanımın bəli ona verilməsi idi. Pəri xanımla nikah bağlamaq bu ikinci istəyi idi. Üçüncü artıq toy etmək idi. Birinci istəyi ona verilməsi idi. Cavab D variantı. Bu qədər əziz olimpiadaçı şagirdlər, izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, faydalı oldu. Əziyyəti çəkən, həqiqətən olimpiada yolunda uğur qazanmaq istəyən, bunu həqiqətən bu yolda sonsuz əziyyətlərə qatlaşan və olimpiadanın çətinliklərinə dözən hər bir kəsə o əməklərinin bəhrəsini almağı arzu edirəm. Yarımfinal turuna keçənlərə də həmin mərhələdə və ondan sonraki mərhələdə bol-bol şans, uğur və zehin açıqlığı, müvəffəqiyyətlər arzu edirəm. Sağ olun.